الحمد لله الذي شرف رمضان بالقرآن وخصه بالوحي والإحسان وجعل فيه لقلوب المؤمنين حياة بعد القسوة ونورا بعد الظلمة وبابا بعد باب من الرحمة والغفران. وأشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا. أما بعد، فاتقوا الله عباد الله، وهي وصية الله للأولين والآخرين، ولقد وصينا الذين أوتوا الكتاب من قبلكم وإياكم أن اتقوا الله. Əziz dəyərli qardaşlar, əziz müsəlmanlar, ilk növbədə Allahdan qorxmağı tövsiyə edirəm. Bu Allah Taala'nın əvvəlkilərə və sonrakılara etdiyi bir vəsiyyətidir, tövsiyəsidir. Buyurur ki, biz sizdən əvvəlki əhli kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və bu da artıq Ramazanın 8 gününü geridə qoymuşuq. O günlər, o gecələr artıq yazılıb, bükülüb səhifəsi, bağlanıb, qaldırılıb. Kaş ki biləydik, hansı əməllər yüksəlib o günlərdə, Quranla ünsiyyət, yoxsa qəflət, tövbə gözyaşları, yoxsa qəlbin sərtliyi, təqva ilə edilən səcdələr, yoxsa gecələri, uzun uzadı gecələri səhərə qədər oyaq qalıb, əyləncədə keçirilmiş olan əməllər. Əziz müsəlmanlar, Ramazan işte azlıq ayı deyil sadəcə, susuzluq ayı deyil, necə bilirsiniz? Ramazan əslində vəhy ayıdır. O ay ki, vəhyin ilk kəlməsi sirkələdib dünyanı o ayda, lərzəyə gətirib, iqra, oxu kəlməsi o ayda nazil olub. Bu ayda başlayıb səmanın nuru yerə toxunmağa, bu ayda Hira mağarasında Peyğəmbərinin qəlbi titriyib, Cəbraillə qarşılaşıb, bu ayda Cəbrail onu ilə qarşılıqlı Quranı oxuyub, müraciət edib. Ona görə də Ramazan ayı vəhy ayıdır, qayıdış ayıdır, qəlblərin Allah Taala'nın kəlamına ərz olunduğu aydır. Adi aylar kimi deyil, adət etdiyin, tənbəllik etdiyin günlər deyil. Ona görə kim bu 8 günü tutubsa, qəlbini yoxlasın, araşdırsın. Qurandan nəyəsə ərz edib, yoxsa yox. Hansısa ayədə dayanıb, göz yaşı töküb, yoxsa yox. Günahlardan qayıdıb, ya yox. Asilikdən qaçıb, qəlbi dirilib, yoxsa yox. Yoxsa ki, keçmiş günlər artıq geridədir. Və peşmançılıq var sadəcə. Kim itiribsə, o günləri səhlənkarlıq edibsə, çünki səhifələr bükülüb və qəlb bax olduğu kimidir, yoxsa ki, yumuşalıb, qayıdıb. Və bilin ki, heç də hamı bu ayda qəbul olunanlardan deyil. Və heç də hər aclıq Allah yanında mükafatlandırılan deyil. Çünki deyib sallallahu aleyhi və səlləm, Rubba saimin
Hadduhu min siyamihil cu' vel ataş. Elə oruçdan var ki, onun orucdan payı acılıqla, susuzluqla ancaq. Və rubba qaimin hadduhu min qiyamihis səhər. Və gecələri ibadətdə keçirən elə insan var ki, onun bundan payı ancaq oyaq qalmağıdır. Allahu Akbar. Oruç tutub, ibadət edib, lakin Ramazandan qazancı yorğunluqdur. Susuyub, dodaqları quruyub, susuz qaldığı üçün, lakin gözləri qorxmuyub. Oruçdan qarnı az olub, lakin qəlbi hələ də sərt qalıb, daş qalıb, qədəmləri yorulub, ayaqları yorulub, lakin yalvarışın ləzzətini dadmayıb. Hansı müsibət bundan daha böyüdür? Qul daxil olsun Ramazana, sonra çıxsın ondan, lakin dəyişməsin. Qəlbi sınmasın, ağlamasın, Quranı tanımasın. Halbuki gəlib hədisdə, sabit səhih rəvayətlə ki, orucla Quran qiyamət günü qul üçün şəfayətçi olacaq. Oruz deyəcək, ey Rəbbim, mən mani oldum ona, gündüzləri yeməkdən, şəhvətdən, saxladım onu, məni onun üçün şəfayətçi et. Quran deyəcək ki, mani oldum ona, gecələri yatmaqdan, yuxudan məhrum etdim, məni onun üçün şəfayətçi et və şəfayətçi olacaqlar. Ona görə Allahın qolu, oruc tək çağıracaq sənin üçün. Quran tək dayanacaq Rəbbinin önündə sənin üçün şəfayət istəyəcək. Düşün, kimi üçün istəyəcək? Kimi üçün? Kim Allah üçün oruç tutub? Onun üçün. Kim Allah üçün ibadət edib? Onun üçün. Kim Quranla yaşayıb, telefonla yox? Kim ağlayıb ayələri oxuyanda? Kim qorxub əzab vədini eşidəndə? Kimin qəlbi titriyib eşidəndə Rəbbinin bu ayəsini ələm ya'nilillezine amanu ən təxşə qulubuhum. Məgər iman edənlərin qəlblərinin Allahın zikri ilə qorxma vaxtı yetişmədimi? O görə sələflərə baxsaq, görək ki, onlar ölüm ayağında ağlayıb bəziləri. Və elə bilmə ki, dünya üçün ağlayıb, yox. İtayət üçün ağlayıb. İtirilən oruclar üçün, əldən çıxmış namaz üçün. Muaz ibn Cəbəl radiyallahu anhu ölüm ayağında ağlayır, deyir ki, İnnəmə əbki alə zaməl həvaciz. Mən yalnız isti günlərin susuzluğuna görə ağlayıram. Yəni oruca görə. Və qiyamil leyli şitə və soyuq günlərin gecəsinə görə və muzahəmətül uləməyi bir rakbi ində hələqi zikr və zikir məclislərində, elm məclislərində, alimlərin dibinin dizində oturmağa görə ağlayıram. Yəni çıxıb əldən artıq, gedir. Abdurrahman ibn Əsvad ağlayır ölüm ayağında, deyir ki, və əsəfə aləs-səvmi və-s-salə və ləm yəzəl yətlul Quranı həttə mət. Deyir ki, heyf oruca görə, namaza görə və ölənə qədər Quran oxumağa davam edir. Baxın, Allah rəhm etsin sizə. Qövm həsrətləri, peşmançılıqları o səfərlərində, dünyadan ayrıldıqları səfərdə oruca, namaza, Qurana görədir. Biz isə namazın uzunluğuna görə kədərlənirik, heyfslənirik. Qorxuruq ki, imam namazı uzun qılar. Qorxuruq ki, tilavəti uzadar. Yorularıq. Qorxuruq ki, ağır gələr bizə bu ibadət. Göz yaşı axıtmaqdan çəkinirik, ağır gəlir bizə. Rəbbimizlə xəlvətdə qalmaq bezdirir bizi. Əgər bu Ramazan səni oyatmayıbsa,
hərəkətə gətirmirsə, qəlbini titrətmirsə, nə vaxt qəlbin diriləcək? Əgər ağlamırsansa, Quranı oxuyanda nə vaxt ağlayacaqsan? Əgər bu günlər səni səmimi, sadiq etmirsə Allah Teala ilə, nə vaxt səmimi olacaqsan? 8 gün, 9 gecə keçib artıq. Və bilmirik, Ramazanın sonuna çatacaq yoxsa yox. Çünki neçə qul var, başlamışdı bizlə. Lakin bugün yoxdur, torpaq altındadır. Və neçə ümid edən, Qədir gecəsini ümid edib gözləyən, Qəbir gecəsi qabaqlayıb onu. Ona görə Ramazan əhliyim, aydan nə qalıbsa kifayətdir sadiq tövbə üçün. Kifayətdir qafil ayılsın deyə, asi qayıtsın deyə, peşman olan göz yaşı töksün deyə və Ramazandan qalan heç də az deyil. Əgər sadiqsənsə, səmimisənsə, çünki Rəbbin kərimdir, səxavətlidir, mərhəmətlidir, rəhməti genişdir. Ola bilsin bir gecə səbəb olsun nicata çatasan. Xilas etsin səni Rəbbin, özünə atdığın, bulaşdığın o günahlarla, özvə yazdığın o oddan xilas etsin səni Rəbbin. Gəlib, səhih hədisdə deyir ki, sallallahu aleyhi və səlləm, İnnə lillahi ində kulli fitrin utaqa'u minən-nar və zəlikə fi kulli leylə. Allah Taala'nın hər iftarda oddan azad etdiyi qulları var və bu hər gecə davam edir. Allahu Akbar. Hər gecə Allah Taala azad etdiyi qulları var. Hər məğribdə, hər gün batanda Ramazanın hər günü, hər iftarı, məgər tamah salmazsan, o azad olan qullardan olasan. Ümid etməzsən ki, onlardan birindən sayılasan. Məgər nəfsin, qəlbin şövqlə ağlamaz ki, o gecə sənə də deyilsin ki, get, Allah Teala səni azad edib oddan. Ona görə, buna görə qəlb ağlamalıdır, düşünməlidir. Qəmə, qüssəyə vadar etməlisən qəlbini ki, düşünsün, bəlkə sən də onlardan olasan. Ona görə orucdan payınızı azlıqla, susuzluq etməyin. Gecə ibadətlərindən payınızı gecələri oyaq qalıb, yorğunluq etməyin. Elə edin ki, Ramazan iz qoysun qəlbinizdə. Nur olsun ruhunuzsun. Sadiqlik olsun tövbələrinizsin. Və Qurana yönətsin sizi. Nə qalıb gecələrdən dirildin o gecələri. Qəlbiniz körlanıbsa, fəsad olubsa, islah edin və özünüzdən Rəbbinizə ancaq xeyr olanı göstərin. Bəlkə bir sadiq göz yaşı bu gecələrdə illərin qaranlığını silər. Bəlkə bir səcdə, qorxu ilə edilən bir səcdə bundan əvvəl sənin üçün açılmayan qaplardan bir qapı açar. Bəlkə bir ayə, oxuduğun bir ayə bu gecələrdə səbəb olar, qiyamət günü Rəbbinlə qarşılaşanda nicat tapasan. Allahım, Ramazandan nə qalıb, onu bizim üçün keçəndən daha xeyirli et. Bizi ondan bağışlanmış, günahları əfv olunmuş çıxart, evlərimizi ört, bizi qəbul olan qullardan et. Allahım, bizi Qədir gecəsinə çatdır. Bizi onda azad etdiyin, mərhəmət etdiyin qullarının sırasında et. Bizi eşidib faydalardan et. Ölkəmizi, digər müsəlman ölkələrini xətədan, bəladan qoru. Əqulu mə təsmə'un və əstəğfirullaha li və ləkum və lisəyiril musliminə min kulli dəm fəstəğfiruhu innəhu vəl-ğafurrahim.